Ben bugün yeni bir videoyla karşınızdayım ve bugün Minecraft serime başlayacağım. Ben bugün Minecraft serimde bayağı bir bir gerçi beğenmişim. Burada öz evimi, burada köy falan tapmışım. Şimdi dostlar, oy üstüne çıktım. Burada bayağı bir kömürüm falan var. Böyle elimde de demir falan, böyle demir kılıç falan. Üstünde de böyle demir ayakkabı falan var. Yani gördüğünüz gibi. Bir dakika. Şimdi bakın burada da böyle şeyler var. Böyle yazılar, yemeği falan böyle eşyalar, zatlar buraya koyuyorum. Bayağı bir şeylerdi. O zaman dostlar yeni serimle beraber ilk Minecraft videomuzu çekiyor o zaman. Şimdi dostlar bu videodaki amacım her şey böyle amaç olarak böyle bir şeydi, maden falan kasılmaya çalışacağım da yani normal bir Minecraft oyuncusunun elediğini eləyəcəm. Şimdi gidiyor o zaman. Demir kılıncımızı alıq, yedirik. Bu arada dostlar yolda eğer heyvan falan gözləmə öldürəm eləyirəm. Yemək qalanmamda həm də əynimdə belə üstümdə hər zaman yemək falan daşıyıram. Belə hər ehtimala qarşı. O zaman dostlar mağaraya falan... Ay daha şey yadımdan çıxdı. Ya da yani. Neyse. Onda dostlar burada şey var idi. O değil beleşler. Beleşleri değil beleşler. Neyse. Şimdi buradakiler bir tane bunu kırayım. Bir tane de buradakini kırayım. Allah kıramadım. Aha. Bir tane de burada. O zaman sürətdə qaçma vaxtıdır. Getdik. Dostlar bayağı bir uzun yolculuk olacağını düşünürəm. Çox da amma yenə də bayağı bir şeydi kasılmaq üçün gedirəm də. Əlimdə dəmir qılınc, dəmir şeydi. Bayağı bir odun da toplayacağım dostlar. Aha burada bir mağara var. Mağara var burada. O zaman bu mağaraya girək də. Neler var görəm burada. Buraları biraz inceleyək də bir baxaq. Neler var, neler yok. Çünkü dostlar bayağı bir kasılmaq üçün şey eləyəcəm. Kasılmaq üçün önümdən gələni eləyəcəm. Bunu qırırıq buradan. Dostlar gidebildiğim en karanlık yer. Buralar bayağı bir. Dostlar siz ne eləyəcəm? Sonsuz ışık farm eləyəcəm. Bakın buradan arkadan bir tane götürürəm. Bir tane gətirirəm bura. Burada kömürlər varmış. Yığaq da. Dostlar bayağı bir demir falan da yığmışdım. O yaşadığım yerde de demir var. Şimdi buradan bir kıraq. Dostlar inşallah ayrı bir demir falan da çıxar çünkü demir kazmam falan inşallah çok da tez kırılmaz. İstəmirəm tez kırılsın çünkü aha. Şimdi həmişəki taktikamızdan gedirik. Burada arkadakini götürürəm. Orada aha. Ve buradakini değiştirirəm və qoyuram bura. Burada hələ ki bir şey yoxdur ona göre. O zaman bunu da qırdım. O zaman dostlar hələ bu qədər belə burada madəndə eləyək. 16 tane falan kömür topladım. Şimdi ayrı mağaralar keşif eləmək istəyirəm. İndi ona göre ayrı mağaralara da baxacağam elə. Allah, hara gedirəm? İşıq yoxdur deyə qabağımı görmədim. Aha, buradan bir tane de burada var. Bir bu tarafa baxaq. Özü dostlar bura
qar biyomdur. Həqiqətən qar biyomu qəşəng görünür. Elə həqiqətən qar hava. Qar yağır. Nə? Zarafat mı bu? Oh my god. İlk dəfədir də. Mən hardan gəlmişdim? Hər zaman bu şeyimi pis olur da. Qarla da beraber görüş mesafem kısalır diye. Hansı tərəfə gedim? İnşallah səhv getmirəm. Aha, düz gedirəm. Mesela belə ağaçlar olan tərəf köyə yaxın deməkdir. Yəni köy tərəfə gedirəm. Görünür. Köyə gəldim belə. Bayağı bir indi. Diyam. Bir detay keşfettim. Tez yerdə. Dostlar bu ne? Bir dəqiqə. Dostlar yağışla qarın eyni anda yağdığını ilk defa gördüm. Bu bir bug falan mı? Normalde dostlar əslində belə həqiqət həyatda var, sulu qar deyirlər. Belə var ya, amma sulu qara da oxşamdı. Məncə bu sulu qar deyil, elə yağışlı. Elə şey qar yağdı. Qar yağmaqdır. Niyə yağış yağsın? Elə şey qar var idi. Neyse. Bugünkü yığdıqlarımı da koyayım bura. Bu üstümdeki şeylerden bayağı bir şey diyeceğim. Bunu buradan gelip dostlar burada 3 mərtəbəli deyir. 3-cü onsuzdan və izləməkdə 2 qatdır buradan belə yaşamaq üçün. Burada bir dənə şey, buradakı sandığıma belə önəmli əşyalar qoyuram. Altdakına da bir dənə yataq, belə çalışma crafting table qoyuram falan. Yəni hər ehtimala qarşı hər yerdə bir şey qoyuram da. İndi dostlar, bugün bayağı önemli bir gündür. Çünkü bayağı torpağı toplayacağım. Niye? Şimdi bayağı bir torpaq toplayacağım. Buradan bir giriş yeri eləyəcəm. Belə bir qıraqdan zaten bir giriş bir yeri eləyəcəm. Ya bu arxanı eləmə fikrim var dostlar. Ya da buranı belə eləmə fikrim var. Dostlar, hələlik mən bu şeydən eləyim. Arxa tərəfindən eləyim. Əgər belə ayrı bir fikriniz olsa, məsələn, tutam deyə bilərsiniz ki, desəniz belə sağ tərəfə eləyərəm. Bu arada dostlar, bu evdə yanım. Neyse. Şimdi buradan başlayalım da. Özde dostlar, bura arxa tərəfdən bir dənə də qapı düzəldəcəm. Tam olacaq. Bir dənə belə baxım görüm. Elə bil çatmayacaq. Neyse, hələlik bir baxaq. Yox, çatmadı. Dostlar, mənim evdə, bu arada dostlar, evdə bayağı bir odun yığmışdım. 4 dənə 64'lük stokluq şey yığmışam. Odun yığmışam. Yox, o üstəydi. Aha, burada olmalı dostlar. Aha, burada deyirəm də. İndi dostlar, bunlarla baxasam. Burada çubuqları da götürüm. Taxtalardan baxım görüm, maksimum nə qədər deyirəm. Şuna düşək. Aha, bu deyil. Bir dostlar, indi 6 dənə elədim. İndi deyirəm, bunu nətər eləmir. İndi bu biraz belə renklər qaçışı oldu, amma neyse, onsuz dostlar, buradan bağlayıram. Buradan bağladım. Çünkü onsuz da buradan çıxmayacağım da. Görən çıxış eləyim buradan. Heç lazım deyil. Onsuz evdən arxadan şey eləyəcəm. Amma dostlar, mənə qəşəng bir giriş lazımdır. Amma məncə girişi bilirsiniz nətər? Anda ayrı qəşəng bir plan var. Buranı qıracağım. Buranı belə buradan belə gətirsəm.
Oy. İndi buradan belə eləsəm, qapını da buradan belə eləsəm. Dostlar, aklımda bura var. Bax tam bu iki blok. Bu iki blok bəs eləyər gəlin. Yox. Bu iki bloku demişdim da. 1, 2, 3. 3 dənə daha blok belə tip lazımdır mənə. Tez bir dənə buradan bunu eləyirəm. Tip. Bir dənə daha. Neyse. 4 dənə elədi. Ayda bir dənə artıq. Neyse. İndi. Bura yox. Buradan eləmə fikrim var. Mesela tam buradan. Bir dəqiqə. İndi sizə buradan qırıb göstərəcəm. Aha. Tam elə düzgün yer demişəm. Tam elə düzgün yer demişəm. Bura. Allah. Aha. Buranı da qırdıq və buranı da belə elədik. İndi dostlar, indiki planım burada qabaqdan olsa girişim var idi. Buram var. Hə. İndi dostlar, buradan tez bir dənə qapı düzəldirəm. Yəni dostlar, yaxşı ki bu qədər odun yığmışam. Dostlar, 64 dənə açılan bağlanan qapısı problem deyil. Dostlar, belə gələcəm, belə girəcəm. İndi ayda mənə dostlar yəni evdə dəmir var idi, yoxsa sonra xərcləmiş miydim? Ayda xərcləmişdim. Tüh. Mən envanterimdə var. Mənim problemdir bu. Bunu hardan alaq? Dostlar, mənə indi bir saat dəmir lazımdır. Mən dəmirlə burada şey eləyəcəm. Kova eləyəcəm. Kova ilə də su alacam. Hə, kova ilə də su alacam. Su o zaman şeydir bu. Əkəcəklərim ötər bitəcək. Dəmirim falan varmı? Dəmirin yoxdur. Ne eləyəydim? Neyse. Biz sudan bir şey eləyək görək. İndi baxım görüm ayrı bir cür nətər eləyirəm. Aslında dostlar, bir çox tarla var. Şuradakı tarlaya tutan gedin. Dostlar, mən belə eləməyə çalışdığım şeyləri sizə mənə kömək eləyə bilərsiniz. Belə yorumlarda yaza bilərsiniz ki, belə eləyərəm. Mən də dediyinizi eləyərəm. İndi buradan sudursa. Aha. İndi dostlar. Mən indi dəmir yığmağa gedəcəm. İndi baxım görüm dəmiri hardan toplayıram. İndi mütləq bir yerdən. Dostlar, bu tərəflərdə qəşəng bir madən falan var. Bu tərəflərdə, amma bir dəqiqə buradan aşağı ineyim. Hə. Deyir, bu tərəflərdə bir dənə qəşəng bir madən var. Oradan qəşəng dəmir tapmaq olur. Ora gedəcəm. Dəmir olsa baxacam. Olmasa da heç nə olmaz. Aha, deyir bura. Aha. Gəl. Oo, tək attım. Mesela sürətlə gəldim, tək attım. Crafting table var. Orada bir şey mi var? Orada taxtayla elə belə düzəlmiş. Aha. Şu anda mənə bir dənə. Mən nə qədər. Neyse, tad deməyəcəm. Bir gedim baxım görüm. Burada bir mağara var. Bir bura baxaq görək. Daha doğrusu mağara yox, o yox. Aha, getdik. İndi. Burada yox. Bura elə belə çıxırdı. Getdik. Aha, burada bir yer var. Ben her bir dənə bir yer deyəndik. Burada bir yer var, itirir. Kömür yoxdur bala. Ha vaxt mən kömür axtarsam elə bil kömür itir, amma dəmir axtarsam ancaq qarşıma kömür çıxır. Bu nə tər şeydir? Bu bir dağın boşluq tərəflərinə gedəcəm. Oo.
Burada bayağı bir şey olabilir. Belki de elə kömür yerine promoyuna demir tapdım. Çünkü dostlar demirlə bilirsiniz ki, özellikle dostlar mənə bir dənə demir bəs eləməz. Mənə 3 dənə demir lazımdır. Maksimum 3 dənə. Aha, kömür. Arada dostlar madene girmək için kömür topluyorum. Aha. Şimdi. Aha. Burada bayağı bir yer varmış dostlar. Aha. Şimdi. Getir. Bunu koydum buraya. Buradan aldım. Cihan. Her şey diyeyim de. Şimdi buradan bunu böyle edeceğim. Aha. 16 tane indi böyle bastım. Böyle. Bastım bu son. Aha bir tane. Bayağı bir şeylerim. 52 tane şey elədim. Oo. Zor biter. Bayağı bir uzaklara gittim. İnşallah evimi tezden taparım. Ama dostlar orada bir kırıntı yeri var idi. Oradan belki dostlar ile gezəni burada keçirərəm, sonra gedərəm. Hələ bilmirəm, bir baxacağıq da indi məsələyə. İndi o deyir zamana baxacağıq. Ayda indi dəmir şeyimin de gücü azalır. Dəmir qazmam gücü yardan aza düşüb. Yardan az. Buralar harada? Bir aşağılara gedək görək. Aha demir var işte bu. İşte bu be. O kadar da gezi olmadı. Aha 4 tane. Bir tane daha varsa qalım. Neyse bu da ya. Dostlar yaxşı ki çox da vaxt xərcləmədik. İndi gedirəm elə. Oh qəşəng. İndi ama bir moralim yerine geldi. Normalde bu kadar tez tapmazdım. Deyirdim de bu tərəflərdə belə çox dəmir olur. Diyam indi buradan belə sıxma. İndi ayda demiştim. Ama 2 dəqiqəmə girdim çıxdım axı. Onda dostlar hələlik buradan gezəni o zaman keçirtmək zorundayıq. Deyəm dostlar, ben bunu niye avantaja çevirmirəm ki? Gecə burada qalsam bayağı bir maden toplayarım. Can, ne ara? Tam demiri qazdığım yerin altında bir tane daha demir çıxmaz. Sizcə nə qədər şanslı. Özellikle ben onu qırdım getdim. Ne yaxşı ki təzdən gəldim. Ay yenə dəmir. Ay Allah, bugün dəmir cənnətinə düşmüşəm. Ay Allah, bugün dəmir cənnətinə mi düşmüşəm? Yoxsa özdə dostlar yaxşı ki pulunu məşalə elədim. Pulunu bir yeri gəzə biləcəyik. O deyir pulunu çox məşalə bərabərdə çox yeri. Amma dostlar çox da bir yere getməyəcəm. Tamam, aşağı getməyəm. Burada bir şey var. Aha. Oy. Ay Allah. Ne kadar. Allah. Oo. Ben demir yığacağım dedim. Dostlar. Sonra ne kadar demir. Allah. İçinde kaldım. Tövbe estağfurullah.
o kadar şey elədim ki şeyde əyilmişəm. Ne diyeyim bu şey. Ha, ben de ha dostlar, indi baxaq görək. Ha dostlar, elimde mən də öz-özümə danışıram, elə biləm şey danışıram. Ha, indi mən ən son üstdəydim də, deməli, ha. Deməli. Dəqiqə. Bu mənim bayaq gəldiyim yer deyil. Amma bir yandan riskə də atmaq istəmirəm. Çünki dostlar, çox aşağı gedəndə çıxışını tapa bilmirsən. Ha, çıxışını tapa bilmirsən. Ha, çıxışını tapa bilmirsən də dostlar. İndi. Çünki dostlar, bunu belə ne yaxşı ki meşale koyduğum yerlerden gedirəm. Meşale niye koyduksan yığıram. Çünki dostlar, onsuz da koyduğum yerlerden ben şey koyuram, ipucu koyuram ki ben bu tərəfdən getmişəm. Görün şeylərini axşam keçib. Dostlar, bu tərəflərdə bir yer falan var, yox. O zaman gedim. Yoksa bende hiçbir şey yok derek ki burada. Ama dostlar, ne kadar dəmir yığdım. Oy 18 tane. Oy. Əla. Ama benim artısam bir dostlar bir 3 dəmiri ayıraram, 15 dəmirim qalır. O 15 dəmirlə də şimdi o 15 dəmirlə də dostlar zırh falan edərəm. Bəlkə 3 dəmirini o şeyə ayıraram. Bu qazmaya ayıraram. Qazmanın canı bitib. Hələ ki o birisilərin canı var. Amma qazmanın üzrə canı bitib. Görürsünüz ki, istəsəz altdan baxın. Da belə vurdum yerə istəsəz baxın. Neysə. Hə. İndi mən o aha. Mənim yığmam üçün bitsən nə lan? Qırdım. Hə, hər halda səhv yer qırdım. Şöyle bayağı bir kırmamaya yakınlaşım. Şimdi ayda burada değiştim. Şimdi ha buradan getirdim. Işık buranı göster. Bazen dostlar bir şey deyir da. Bazen böyle ilişir kalırsan adamız. Ayda. Hə. Dostlar gerek məncə şeydir. Siz məncə qərar verərsiniz. Mən uzun video çəkimmi yoxsa ancaq qısa videolarımı çəkim. Ona qərar verərsiniz siz. Qərarı mən sizə buraxıram. Dostlar daş toplayayım. Daş da lazım. Ay daşı kırdım. Neyse o qıraqdakını çeyreyim. Var ya bugün elə bir dəmir topladım. Of. Dostlar güya mən 3 tane dəmir tapacaqdım. Dəmir cənnətinə düşdüm. Ha bu qədər şanslı. Özümün rekordumu qırdım bəlkə də. Çünki dostlar ha vaxt belə Minecraft'a girsəm bu qədər belə şey olmur da, bu qədər belə çox dəmir olmur. Hələ dostlar mən videodan əvvəl 20 dənə dəmir falan yığmışam yəni məncə. 20 dənə dəmir falan yığdım. İndi buranı qırım. Nasılsa ta işim yoxdur burada. Bravo. Aha. Buradan dostlar şeye getirdim ben. Yadımdadır. Hoppa.
Aha, buralardan çıxaq. Biraz qaranlıq oldu elə bil. Ama dostlar. Aha. Aha, bura çıxdım. Allah. Bura düştüm. Neyse. Buradan getirdim. Heh. Deyip buradan. Burada. Deyip bu taxta olan yerin yaxınlarında bir yerdə deyirəm dostum. Bayağı dostlar burada gecə qaldım. Əla bir şeydi. Əla bir qazmaydı. İndi evimə geri dönüyorum. Ondan sonra ayda batır. Güneş çıxır yavaş yavaş. İşte zombiler falan. Ama dostlar hiç zombi falan çıkmır karşıma. Böyle akşam olanda zombi çok gelir. Gidelim. Güneş sıktı. Sıktı. Düz getirəm. Bir dakika. Düz getirəm. Qar tərəf. Bura qar olan yer. Bu tərəflər də qar olur. Bu da köy. Deyəm də köy buralarda bir yerdədir. Qarşıda. Aha. Geldik evimize. İndi. Problemlerimizin en çok həlllənmə zamanına geldik. Dəmirlərimizi Dostlar gülmə səbəbim əslində burada 31 dənə kömür olması. Bunu belki de bazı dostlarımız deyir ama 31'in ne olduğunu bazıları bilir. Neyse. Çok boş eləməyəcəm. Bir 10 dənə yaxından bir 11 dənə qoyum. Bu isinsin. Ondan buradan da eləyəcəm. Şimdi dostlar ne kadar yığdım. Of. Neler yığdım. Özü dostlar checkpoint'imi de almışam. Buradan böyle şey diyeyim. Ta öləndə buradan doğru. Bu arada dostlar bu da şey nedir? Özellikle de bayağı bir gəlişdim. Dostlar bu serili çəkməmi istəsəniz yorumlara yazarsınız. Mən də deyərəm ki, yaxşı bu serini davam elətdirim. Amma istəməsəniz davam elətdirməm. Bu arada dostlarım ne olar like atıb abunə olun da. İndi yadımdanızı bəlkə bəziləriniz eləmir. Ne olar dostlar? Çünki dostlar 50 abunəyə ulaşım. Bana söz verirəm. Eğer eləməyən adam değil. Eğer 50 aboneye ulaşsaq canlı yayın açacağım. Canlı yayında hamımız gələrsiniz. Yaxın dostlarım falan da gələr. Eğer canlı yayın açmasam, məndən də pis adam yoxdur. Mən də bunu deyirəm. Aha 6 dəmirimiz gəlir. İndi. Vedrə. Aha. Bir dənə vedrəmiz hazır. Bir dənə də bundan eləyək. Aha 2 tane demir daha. İndi dostlar bayağı bir. Bu arada dostlar hakikaten çok şey dəstək verirsiniz. 25 abone. Son dostlar artısa böyle amacımızın yarısını aşmışıq kanalımızda. Yani böyle 25 abone daha lazımdı. Yani amacımızı yarılamışıq. 25 abone daha olsa canlı yayın açabilirim. Normalde şeydi, dünən o gün yoxladım, dedi ki 50 aboneye ulaşmalısın gerek. Bunda güzel takipçilərlə məncə eləyə bilərəm. İndi. Bu da burada hazırlansın. Envanterimdə 6 dənə dəmir oldu. Aha. İndi mən buradan kask eləyəcəm. Kaskımızı taxaq. Baxın görüm ayakkabı olsa ayakkabı deyirəm.
Böyle şey olsa ya böyle göğüslü olsa göğüslü gelirim. Böyle şalvar olsa şalvardan oluyor. Bundan da aldık. Liseden mi oldu? 4 tane. Bakalım. Bayağı seri bir şekilde geçtim. Bayağı kastım. 6, 1. Bir yerde gelecek. Pantolon edebileceğim zaman. Aha deyirəm da. Gerek şey için. Şimdi aha. Oy. Bunun için bir tane demir eksiydi. Neyse. O zaman biz de şalvarımızı takıp elindeki ses bağladım. Ay. Şimdi bunu buradan böyle edeyim. Şalvarımızı da giyinip bir tane elinde şey eksiydi. Bir tane göğsü eksiydi. Bu arada dostlar yeni şey yapmıştım. Geldi benim monterime. Dostlar yeni kazmamı aldım. Ama dostlar yeni kazmadan evvel bence bunu böyle bir problemlerimizi hallediyor. Bu kırılsın ve kırıkta kalması bile az zaman verir. Bu kırılsın ondan sonra o birisine yeniye başlar. Şimdi ben ne demiştim? Elbette ki ben vedreyle su alacağım demiştim. Hansını alsam? Aha. Şimdi etiket. Şimdi dostlar. Hayda şeyden girin. Dostlar buradan bir yerden giriş edeyim. Bak tam buralardan bir yerden. Oranın dışında buralardan bir yerden de girin. Bak tam ya buradan olabilir. Bence bir buradan kırak. Aha neyse. Buranı kırdı indi buranı bağlayalım sonra. Hardadır? Şimdi buranı da bağladı. Aha indi. Dostlar. Buradan aynen. Neyse. Tez yedeğeli, tez bir çapa lazımdır. Oysa çapanın fərqi yoxdur. Mən bir dənə taxta çapa edeyim. Bəs alacağım mənə. Ya daş çapa. Taxta çapa mənə bəs daş şərtmiyor. Buradan taxta çapa. Burada var. Şeydəydi, üstdəydi. Burada. Aha 33 tane. Aha. Ayda bu eğilmeye de ilişir. Hadi kapı. Bir de. O zaman dostlar buranın buranın dostlar 2 tanelik yeri. Dört, 5, 6 blokluktur bura. 6 blokla hesaplasa bu su bəs eləyər. Ortadan vurun. 6 sayıda buradan vurun. Bir yana daha, iki tane falan da olsa bəs eləyər. Amma hələlik belə yaxşı. İndi buralar əkirəm. İndi o tərəfə də əkirəm belə. 35 tane. Şimdi bunları ektim. Şimdi çünkü dostlar böyle yemeğe ihtiyacım olanda elə birden geldim elə zeyliyim de. Lazım olanda deyim ki ne yaxşı var imiş tarlam. Öyle dostlar ayrı buradan qəşəng bir giriş de var. İçeriden böyle rahat girirsin. Şimdi bunu da koyalım buraya. Bunlar yetişəndə. Ama dostlar hələlik mən buradan şey deyəcəm. Bir iki tane daha paması götürəcəm.
buradan bir tane belə götürüm. Burada su, beleş su. Dostlar burada bir Minecraftçılar eləyir. Böyle Minecraftçılar baxıram. Böyle baxanda şey eləyirlər. Böyle dörtlü böyle kvadratlı su eləyirlər. Sonsuz su olur. Böyle oradan su götürürlər ama su bitmir. Onu bir yoxlamaq istəyirəm. İndi onu yoxlayacağım. Görən həqiqətdə olur. Amma belə oyunda özləri yoxlayırlar və güya indi olur. Olursa əla olar. Çünki sonsuz su yani böyle su məsələmizi həll eləmiş olar bir yandan. Aha. Tamam. Ayo. O zaman dostlar 2-3 defa daha götüreyim. Hamısını dibden eləyək. Belə. 2 defa daha götürürüm. Dostlar bunlarla beraber belə həqiqətən olar mı bilmirəm. Ama olsa ben de bunu ne eləyək? Dostlar bunu belə töküm. Çünkü burada belə otlar zatlar olur. Otlar təmizlənmiş olsun da. Aha getdi. Qəşəng. Dostlar bunu böyle bir gün vaxtımı ayırıram. Buradaki otları falan böyle suyla təmizləyərəm. Ama hələlik işimiz bu değil. Ayda gərək bu suyu boşaldım bir yere. Neyse hələlik ora boşaldım da. Belə yaxşıdır. Sonra lazım olsa götürürəm. İndi götürdüm belə. Aha. Sonsuz su. Bir dakika. Ayda ben bunu istememiştim. Ayda. Lazım olsa bir girerim. Ayda. Sol diye böyle. Aha. 1, 2, 3, 4. Haydi. Aha. İndi. Bayağı bir şey elədik bugün. Sonsuz su jeneratörü elədim belki diyorsan. Ama dostlar bence sonsuz su jeneratörüdür. Qəşəng. Sevgili köylü. Aha. Belə yatmaq çox qəribdir. Yəni mən yatarkən narahat elədiyim üçün bu da sənə cəza. Neyse normalde eləməzdim ama özlər istədilər. Neyse. Dostlar indi bugünü çok da bir şey eləməyəcəm ama bugün o demiştim. Bugün bence bununla dəmirimiz falan var. Bir gün fərqli olsun diye buraları qəşəng bir şekilde otları təmizləyəcəm. Hayda. Bir de yağış yağdı. Bir vur. Buraları bayağı bir temizleyeceğim. Özellikle de dostlar bayağı bir bu videoda kasıldı. Biraz yine dinlenme günü verin. Biraz da dinleneydim. Ancak iş görende adam vereceğiyle. Namuslu ancak iş görende. Biraz da dinlenme günü olsun. Ve o değil özüme dinlenme günü verin. Buradan kaşe beğeneyim. Ya bir soğudu.
Gelin. Burada da savaşı tezleştireceğim. Biraz elə bu da tez olur. Neyse dostlar, hələlik bu qraflar qalsın. Mən daha çox mənim evimin yaxın tərəflərini yerinə saxlam bura. O birisi tərəf ayda belə istəməm ya. Buradakılar bayağı bir ceyləndi. Bayağı böyle ev. Burada da su yeri varmış. Oysa dostlar, mən deyiləm. Bunu istəyirdim ama bana şey geldi, neyse. Burada. Yani o taraftakiler bir taraftakileri elemem. Oradakiler yine biraz buradakiler elim. Çünkü dostlar böyle çok böyle pis görünür. Ve pis görünmeyeni de istemem de böyle. Her şey evet. Taşlar da kaldı mı? Gün üst evine taraf böyle temizlik oluyor. Böyle tam yok. Buralar kalır. Problem yaratmaz. Tonlu bir suyla bu ev tarafları temizledim de tam öyle burasından vurdum. Bayağı bir kaldı. Mesela bir su kovasının ne kadar yer temizlendi. Tekli kalanlarda özelimden burada. Bunda söyleniyor mu? Evet. Dostlar bugün de bayağı bir yorucu geçti. Bunları koyayım buraya. Bunları böyle koyayım. O zaman dostlar bugün de videonun sonuna geldik. Bayağı bir uzun bir video oldu. O zaman dostlar bir sonraki videoya görüşene dek sağ olun.